Salam, hər vaxtınız xeyir. Natural ədədlər mövzusunun davamına baxırıq. İlk 50 nömrəli sualın həlli kanalda var. İndi isə 51 nömrəli sualla davam edək. 30 ədədi aşağıdakı ədədlərdən hansı ilə qarşılıqlı sadədir? Deməli, 30 ədədi 70 ilə qarşılıqlı sadə ola bilməz. Çünki ikisi də 10-a bölünür. Və 30 və 70 cüt ədədlərdir. Yəni 2 cüt ədəd qarşılıqlı sadə olmur. 2 yeganə cüt ədəddir ki, sadədir. Yəni 2 hər hansı bir sadə ədədlə qarşılıqlı sadə olur, amma 2-dən başqa digər ədədlər başqa cüt ədədlə qarşılıqlı sadə ola bilməz. 30 və 84 qarşılıqlı sadə deyil, çünki ikisi də cütdür. 30 və 105 qarşılıqlı sadə deyil, çünki ikisi də 3-ə bölünür. İkisi də 6-ya bölünür. 30 və 77 qarşılıqlı sadədir. Çünki 77 bölünür 1-ə, 7-yə, 11-ə, 77-yə. 30 ilə ortaq olan təkcə 1-dir. Yəni 30 və 77-nin hər ikisinin bölündüyü bir ədəd var, o da 1. Ona görə 30 və 77 qarşılıqlı sadədir. 52 nömrəli sualda aşağıdakı ədədlər cütündən hansı qarşılıqlı sadə deyil? Bir ədədi istənilən ədədlə qarşılıqlı sadədir. 2 ardıcıl tək ədəd qarşılıqlı sadədir. 2 ardıcıl ədəd, istənilən 2 ardıcıl ədəd də qarşılıqlı sadədir. 10 və 12 isə 2 cüt ədəddir. 2 cüt ədəd qarşılıqlı sadə deyil. 53 nömrəli sualda hansı qarşılıqlı sadə deyil? 17 və 19 2 ardıcıl tək ədəddir. Ona görə qarşılıqlı sadədir. 17 1-ə və 17-yə bölünür, amma 20 17 ilə ortaq olan təkcə 1-dir. Ona görə bunlar da qarşılıqlı sadədir. 13 və 52 hər ikisi 13-ə bölünür. Natural ədədlər olduğuna görə hər ikisi 1-ə də bölünür, amma 1-dən əlavə hər ikisi 13-ə bölünür. Ona görə bunlar qarşılıqlı sadə deyil. 18 və 25 də qarşılıqlı sadədir. 18 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünür, 6-ya bölünür, 9-a bölünür, 18-ə bölünür. 25 1-ə bölünür, 5-ə bölünür, 25-ə bölünür. Amma ortaq olan təkcə 1-dir. Ona görə C də qarşılıqlı sadədir. 54 nömrəli sualda aşağıdakı ədədlər cütündən hansıları qarşılıqlı sadədir? 9 və 21 qarşılıqlı sadə deyil, ikisi də 3-ə bölünür. 16 və 20 qarşılıqlı sadə deyil, ikisi də 2-yə bölünür, 4-ə bölünür. 24 və 25 2 ardıcıl ədəddir. 2 ardıcıl ədəd qarşılıqlı sadədir. 14 və 19 19 sadə ədəddir, 1-ə və 19-a bölünür. Amma 14 19-a bölünmədiyinə görə bunlar da qarşılıqlı sadədir. 1 və 3, yəni cavab B variantı. 55 nömrəli sualda 72 və 96 ədədlərinin əkobunu soruşur. Verilmiş ədədləri sadə vurğulara ayırırıq əvvəlcə. 36, 2-yə böləndə 18, 2-yə böləndə 9, 3-ə böləndə 3, 3-ə böləndə 1. 96, 2-yə böləndə 48, 2-yə böləndə 24, 2-yə böləndə 12, 2-yə böləndə 6, 2-yə böləndə 3, 3-ə böləndə 1. Deməli, əkobə hesablayan hər ikisində olan ədədləri silirik. 3 hər ikisində var. Deməli, əkobda nə edirik? Ortaq bölənlərin üstünə xətt çəkirik, onları silirik. Ədədlərdən böyüyünü götürürəm, 96, vurulsun. Digər ədədə baxıram, 96-ın içinə baxmıram. Digər ədəd 72-nin içində nə artıq qalıb? Burada 3, həmin 3-ə vururuq. 96-nı 3-ə vuranda 18, 1 yadda. 27, 28. 288 C variantı düzgün cavabdır. 56 nömrəli sualda 128 və 192 ədədlərin əkobunu soruşur. 128, 2-yə böləndə 64, 2-yə böləndə 32, 2-yə böləndə 16, 8, 4, 2, 2, 1. İndi isə 192-ni bölürük. 2-yə böləndə 9 dəfə. 12-ni 2-yə böləndə 6 dəfə. 48, 2-yə böləndə 24, 2-yə böləndə 12, 2-yə böləndə 6, 2-yə böləndə 3, 3-ə böləndə 1. Ortaq olanların üstünə xətt çəkək. 2 hər ikisində var. Bu 2 də hər ikisində var. Yenə 2-lər hər ikisində var. Baxın, hər ikisində olanları sildik. Deməli, ortaq burada 5 dənə 2, 6 dənə 2 hər ikisində var. Ədədlərdən böyüyünü seçirəm. 192. Vururam.
Digər ədədə baxırıq indi. Digər ədəd burada 2 qalıb, artıqdır bu. Çünki bu 2-yə ortaq olan 2 yoxdur burada. Ona görə min 2-yə vururam. 4 dəfə 18, 1 dəfə 384. Yəni B variantı doğru cavabdır. 57 nömrəli sualda 60 və 120 ədədlərin əkobunu soruşur. Yuxarıda digər, yəni videoda, bundan əvvəlki videoda sual var idi ki, orada izah etmişdim, əbob idi orada. Bir ədəd digərinə tam bölünürsə, məsələn, baxın burada, 120 60-a tam bölünür. Bunların əbobu 60-a bərabərdir. Əkobu isə 120-nin özünə bərabərdir. Yəni cavab A variantı. Yəni burada sadə vurğuları ayırmağa ehtiyac yoxdur. Çünki 120 60-a tam bölünür. 120 60-a bölünürsə, əbob 60-dır, əkob 120. 12 və 25. Baxın, 12 və 25-in ortaq bölənləri yoxdur. Yəni bunu 6-cı siniflər varsa, yəni belə şifahi bilmirlərsə, sadə vurğuları ayırıb yazsınlar. 12 böl 2, 6. 2-yə böləndə 3, 3-ə böləndə 1. 25 5-ə böləndə 5, 5-i 5-ə böləndə 1. Baxırıq ki, burada ortaq bölən yoxdur. Ortaq bölən yoxdursa, deməli bunlar qarşılıqlı sadədir. Qarşılıqlı sadə. İndi qaydanı yadımıza salırıq. Qarşılıqlı sadə ədədlərin əbobu 1-ə, yəni əbob 12 və 25 1-ə bərabərdir. Əkobu isə onların hasilinə bərabərdir. Yəni 12 və 25-in hasili. 25-i 12-yə vuracağım. 10, 50, 25. Yəni 300. Əkobu isə onların hasilinə bərabərdir. 59 nömrəli suala baxırıq. Burada da düstur lazımdır. Sadə vurğuları ayırıb, ayrıca əkobu, ayrıca əbobu tapa bilərik. Yəni orada bir problem yoxdur. Amma hazır düsturumuz var. Əbob AB vurulsun əkob AB. Yəni əbob və əkobun ədədləri əgər eynidirsə, bunların hasili elə A vur B-yə bərabərdir. Yəni əgər ki, buradakı ədədlər hər ikisində eyni verilibsə, bu hasilin cavabı elə həmin 12 və 30-un hasilinə bərabərdir. Olacaq 360. Bunu dediyim kimi ayrıca sadə vurğular ayırıb əbobunu, əkobunu tapmaqla da düzgün cavabı ala bilərik. Amma burada düsturu bilmək işimizi asanlaşdırır. Daha tez cavabı tapmış oluruq. 60 nömrəli sualda yeni eyni qaydada əkobun da, əbobun da ədədləri eynidir. Deməli bu hasil nəyə bərabər olacaq? A vur 15-ə bərabərdir buradakı ədədə, yəni 300. Buradan A bərabərdir. 300-ü böləcəm 15-ə. 300 böl 15. Yəni 20. D variantı. Əbob və əkobun ədədləri eynidir. Bu hasil elə həmin ədədlərin hasilinə bərabərdir. Yəni A vur 15-ə. A vur 15. 300. A da olacaq 20. 61 nömrəli sualda əkob vur əbob hasilinin 10-a bölünməsindən alınan qalığı soruşur. İndi dedik ki, əkobun və əbobun ədədləri eynidirsə, bunun cavabı, yəni hasil 84 vur 63-ə bərabərdir. İndi bunu hesablayaq. Bunu hesablayanda heç tam vurmağa ehtiyac yoxdur. Sonu nə ilə qutarır? 4 vur 3 12. Yəni sonuncu rəqəm 2 olacaq. Düzdürmü? Burada neçə verildi bizə önəmli deyil, yəni maraqlı deyil bizə. Sonuncu rəqəm 2-dir. Sonuncu rəqəm 2 olanda bu ədədin 10-a bölünməsindən alınan qalıq elə 2 olacaq da. Çünki məsələn belə deyək. 12-ni 10-a böləndə qalıq 2. 22-ni 10-a böləndə qalıq 2. 42-ni 10-a böləndə qalıq 2. Məsələn, bu 13 olsaydı, 13-ü 10-a böləndə qalıq 3. Yəni, bu sonuncu rəqəm neçədirsə, qalıq da elə olur. Çünki burada 2 yox, 0 olsaydı, bu ədəd ona tam bölünərdi. Amma bu 2 artıqdır burada. 2 olduğuna görə bölünmür ona tam. Deməli, həmin 2 qalığımızdır. Yəni, A variantı. 62 nömrəli sualda eyni qaydada əkob və əbobun ədədləri eynidir. Deməli, bu hasil, düsturu yenə yadımıza salırıq. Əkob AB vurulsun əbob AB. Bu düsturu əzbər bilməlisiniz. Çünki 11-ci sinifdə də suallarda düşür bu. Əkob AB vur əbob AB bərabərdir A vur B. Yəni, əkobun və əbobun ədədləri eynidirsə, bu hasil elə 16 vur 28-ə bərabərdir. Burada da eyni qaydadır, baxın. Deyir ki, bu hasilin 5-ə bölünməsindən alınan qalığı tapın. Siz bu 16-dan 28-ə vura da bilərsiniz. Mən vurmayacağım. Yəni, ehtiyac yoxdur buna. Bunun sonuncu rəqəmi lazımdır mənə. 6-nı 8-ə vuranda 48. Deməli, sonuncu rəqəm 8 ilə qutaracaq. 8. Sonuncu rəqəm 8 isə bunun 5-ə bölünməsindən alınan qalığı soruşur. 5-ə bölünmənin qaydası necə idi? Son rəqəm 0 və yaxud da 5 olmalı idi.
Burada sonuncu rəqəm 8 yox. Əgər 5 olsaydı 5'e tam bölünərdi. Amma deməli buradakı 3 artıqdır. Yəni 5 olsaydı dediyimiz kimi sonu 5 ilə qurtardığına görə 5'e tam bölünürdü. Amma deməli 3 artıqdır. Burada 8-dən 5 çıxanda 3 olur. Deməli həmin 3 bizim qalığımızdır. Yəni qalıq 3'e bərabərdir. C variantı. 63 nömrəli sualda A və B natural ədədlərinin ortaq olmayan vuruqların hasili 6'dır. Ortaq olmayan sadə vuruqların hasili, sadə sözlü olmalıydı burada. C ilə işarə edirik. Yəni bu da bir qaydadır, bu düsturu bilməlisiniz. A və B natural ədədlərdir. Sadə vuruqları ayırırlar. Yəni ortaq olmayan, ikisindən də olmayan ədədlərin hasili 6'dır deyir. Əbob AB 2'dir. Əbob AB bərabərdir 2'yə. Bizdən Əköb AB-ni soruşur. Əköb AB bərabərdir sual. Bunların da düsturları var ayrıca. İndi onları yazaq. Əbob AB bərabərdir. Kökün altında AB bölünsün C. Əköb AB isə Əköb AB. Kökün altında A vur B vur C. İndi birinci düsturdan istifadə edib biz A vur B'ni tapaq. Buradan istifadə edəcəyik. Əbob AB-ni yerinə yazıram. 2 bərabərdir. Kökün altında AB bölünsün 6. Bu təmini həll edirəm. İndi bu deməli 7-ci sinif, 7, 6, 5-ci sinif sualı deyil. Bu 8-ci sinif sualıdır. Çünki kvadrat kökə keçdik. Kvadrat köklər 8-ci sinif mövzusudur. İndi hər tərəfi kvadrata yüksəldirəm. 2'nin kvadratı 4 bərabərdir. AB bölünsün 6. Buradan AB olacaq. 4 vur 6, 24. İndi gətiririk ikinci düsturda yerinə qoyuruq. Kökün altında A vur B'nin yerinə bu 24'ü yazıram. C'nin yerine de 6'ını yazarım. Çünkü burada A vur B vur C vurma var aralarında. A vur B 24'tü. 24'ü 6'ya vuranda 24'ün yerine yazacaksınız. 4 vur 6. Burada da 6 var. Deməli 24'ü parçaladık. 4 vur 6. Şimdi burada necə düşünürük? Kökün altında 4 vur 6'ya vuranda 36. 4'ten 2 çıxır. Çünkü 4 2'nin kvadratıdır. 36'dan da 6 çıxır. 36 6'nın kvadratıdır. 2'ni 6'ya vursak düzgün cevap 12. Yani A variantı. Deməli burada deyək ki 62'ye qədər olan suallar 7-ci sinif üçündür. Bundan sonrakılar əgər kvadrat kök işə daxil olursa bu ucu 8'in materialıdır. 64 nömrəli sualda Əköb AB və Əbob AB verilib. A və B natural ədədlərinin ortaq olmayan vuruqların hasilini soruşur. İndi biz əvvəlcə nəyi tapaq? Ortaq olmayan sadə vuruqların hasili, yəni C-ni soruşur. Biz dedik ki bayaq Əköb AB-nin Əbob AB-yə hasili A vur B'dir. A vur B. Əköb AB-nin yerinə yazıram 48. Əbob AB-nin yerinə yazıram 3. Deməli buradan alıram ki 48'i 3'e vuranda A vur B alınır. Yəni AB hasili 12, 3 vur 8, 24, 2 da 144'dür. İndi mənə C lazımdır. İstəsəm Əköbdən istifadə edirəm, istəsəm Əbobdan fərqi yoxdur. Mən Əbobdan istifadə edirəm. Əbob AB bərabərdir. Və yaxud da bunu belə də tapa bilərik ki, əslində. İndi deyəcəm bunu, mən uzun yolla getdim, daha qısa yolda deyəcəm. Əbob AB bərabərdir. Kökün altında AB bölünsün C'yə. Bunun yerinə 3 yazıram. Kökün altında A vur B'nin yerinə 144 yazıram. Bölünsün 3. 3 yox, C. C'ni tapmalıyım axı. Burada yenə sağ tərəfdə kök getsin deyə hər tərəfi kvadrata yüksəldirəm. 3'ün kvadratı 9. Sağ tərəfin kvadratı kök getdi. Kökün altındakı ədəd sərbəst yazılır. Buradan C'ni tapanda 144'ü 9'a bölməliyəm. 144'ü 9'a böləndə alınır cavab 16. İndi bunun digər asan yolu necədir? Mən uzun yolla getdim. C'nin düsturu var ki, Əköb AB vurulsun Əbob. Əköb AB-ni Əbob AB-yə bölürük. Əköb AB-ni Əbob AB-yə böləndə elə C ortaq olmayan sadə vuruqların hasili alınır. Yəni 48'i 3'e bölsək olacaq cavab 16 A variantı. 65 nömrəli sualda A və B ədədlərinin ortaq olmayan sadə vuruqların hasili C, Əköb AB 16 olarsa A vur B vur C hasilini soruşur.
Deməli, buradan ə küp AB-nin düsturunu yazsaq. Ə küp AB bərabərdir kökün altında A vur B vur C. Ə küp AB-nin yerinə 16 yazıram. 16 bərabərdir kökün altında ABC. Burada sağ tərəfdə kökü itirmək üçün hər tərəfi kvadrata yüksəltməliyəm. 16'nın kvadratı bərabərdir. Əslində bunu bayaqdan açıq yazmalıydım. Çünki yeni keçirsiniz deyə şifayı tapa bilməzsiniz. 16'nın kvadratı 256. Kök altda ABC'nin kvadratı köklə kvadrat gedir. Elə ABC alınır. Bizdən də A vur B vur C hasilini soruşur. Elə cavab 256 D variantı. 66 nömrəli suala baxırıq. A və B ədədlərinin ortaq olmayan sadə vurğuların hasili C. A vur B 144 C olarsa əbab AB-ni soruşur. İndi əbab AB-nin düsturunu yazıram. Əbab AB bərabərdir kökün altında A vur B böl C. Burada yerinə qoyuram. A vur B-ni yerinə yazaram 144 C. Bölünsün, məxrəcdəki C ilə işimiz yoxdur. Onu olduğu kimi saxlayıram. Burada C-lər getdi. Kökün altında 144 qalır. İndi biz tapmalıyıq ki 144 hansı ədədin kvadratıdır? 144 12'nin kvadratıdır. Yəni əbab AB 12 düzgün cavab D variantı. 67 nömrəli sualda ortaq olmayan sadə vurğuların hasili 18 verilib. A vur B 162. Devam edirik. Əbab AB-ni soruşur. Yenə əbab AB-nin düsturunu yazırıq. Əbab AB bərabərdir kökün altında A vur B böl C. Burada yerinə qoyuruq. A vur B'nin yerinə 162 yazıram. C'nin yerinə 18 yazıram. 162'ni 18'e böləndə 9 dəfə olmalıdır. 9 vur 8 72. 2 yazaraq 7 yadda. Bəli 9 dəfə. İndi bax tapmalıyıq ki kök altı 9'dan nə çıxır? Yəni hansı ədədin kvadratı 9'dur? 3'ün. Düzgün cavab A variantı. 68 nömrəli sualda A və B natural ədədlərin ortaq olmayan sadə vurğuların hasili 12'dir. Ə küp AB 72'dir. Ə küp AB 72 olarsa A vur B hasilini soruşur. Burada isə ə küpün üstünü yazmalıyam. Ə küp AB bərabərdir kökün altında A vur B vur C. İndi verilənləri yerinə qoyaq. 72 bərabərdir kökün altında A vur B vur 12. İndi sağ tərəfdə kök itsin deyə hər tərəfi kvadrat yüksəltməliyəm. 72'nin kvadratı bərabərdir A vur B vur 12. Sağ tərəfdə kök getdi. İndi buradan A vur B'ni tapanda A vur B'nin yanındakı ədəd məxrəcə düşür. Sürətdə 72'nin kvadratı olacaq. Mən 72'nin kvadratı yüksəltməyəcəm. 72 vur 72 yazacağım. 72'nin 12'ye böləndə 6 dəfə. Cevap 72 vur 6 olacaq 42 43 yani 432. B variantı doğru cevaptır. 69 nömrəli sualda aşağıdakilerden hansı doğru değil? 2 tam ədədin cəmi tam ədəddir. 2 tam ədədin cəmi tam ədəddir. Bəli, doğrudur. Məsələn 5 ilə 3 8 və yaxud da mənfi 5 ilə 3 olsun, mənfi 2 ikisi də tamdır. 2 tam ədədin fərqi tam ədəddir, doğrudur. 2 tam ədədin hasili tam ədəddir. 2 tam ədədin nisbəti tam ədəddir, bu yanlışdır. Çünki 7 də tamdır, 5 də tamdır. Amma bunların nisbəti 1/2, 1/2 mi olur? Yox, 1/4. 1/4 rasional ədəddir. Yəni D variantı yanlışdır. Cədvəldə hansı ədədin sadə vurğuları və onların sayı verilmişdir? Baxın bura indi. Sadə vurğuları veriblər bizə 2, 3, 5. Hər hansı bir A ədədidir. Sadə vurğuları 2 vur 3 vur 5 şəklindədir. Amma 2'lerin sayı 2 dənədir. 3'lerin sayı 1 dənədir. Çünki say verilib burada. 5'lerin sayı da 1 dənədir. İndi bunu hesablayacağıq. 2'nin kvadratı 4. Vurulsun 3, vurulsun 5. 4'ü 3'e vuranda 12, 12'ni 5'e vuranda 60. Cədvəldə hansı ədədin sadə vurğuları və onların sayı verilmişdir? Hər hansı bir A ədədi olsun. Sadə vurğular 2, 3 və 5'dir. 2 vur, 3 vur, 5. 2'lerin sayı 2 dənə. 3'lerin sayı 2 dənə. 5'lerin sayı 1 dənə.
İndi 2 üstü 2 4 deməkdir. 3 üstü 2 9 vurulsun 5 üstü 1 5. 4'ü 5'e vuranda 20. 20'ni 9'a vuranda 180. 72 nömrəli sualda diaqramda A ve B ədədlərinin sadə vurğuları verilmiştir. EBOB AB-ni tapın. Məsələn, hər hansı 2 ədəd götürək. 10, 12 olsun, 12 ve 18 ədədləri. Bunları sadə vurğulara ayırsaq 6, 2'ye böləndə 3, 3'e böləndə 1. 18'i 2'ye böləndə 9, 3'e böləndə 3, 3'e böləndə 1. Gəlin bunları Eyler-Venn diaqramlarında göstərək. Bura 18, 12 olsun, burada 18. Deməli bu 2 hər ikisində var. Kəsişməyə yazıram. Bu 2'ye uyğun yox. Bu 3 hər ikisində var. Bunu da kəsişməyə yazıram. İndi 12'nin içində bir dənə 2 qaldı. 18'in içində də bir dənə 3 qaldı. Baxın, EBOB nəyə bərabər oldu? EBOB hər ikisində olanlar düzdür. Yəni kəsişmədəki elementləri götürəcəyik. Bu sualda da EBOB kəsişməyə baxacağıq. 2 vur 3, 6. İndi bəs əkөb soruşulsaydı, məsələn bu ədədə baxaq. Bunun əköbü ədədlərdən böyüyünü seçirəm. Vurulsun, burada qalan 2. Yəni 36. Bəs diaqramlarda necə tapacağıq? Diaqramda da burada gördüyümüz bütün ədədləri bir-birinə vururuq. 2 vur 2, vur 3, vur 3. Bu da verir bizə 36. Yəni Eyler-Venn diaqramlarında ədədlər verilib bizdən EBOB və əköb soruşulsa, EBOB kəsişmədəki elementlərin hasili, əköb isə bütün sadə ədədlərin hasili. 73 nömrəli sualda diaqramda A ve B ədədlərinin sadə vurğuları verilmiştir. Əköb AB-ni tapın. Deməli, bunun əvvəlki sualda izah etdim ki, EBOB soruşulsa ancaq kəsişmədəkilər, əköb soruşulsa hamısı. Yəni 2 vur 2, vur 2, 3 vur 5. 8 olacaq, 15'e vuranda 120. D variantı. Diaqramda A ve B ədədlərinin sadə vurğuları verilmiştir. A ve B ədədlərinin ortak olmayan sadə vurğularının hasilini tapın. Biz dedik ki, ortak sadə vurğuları kəsişmədə yazırıq. Bunlar ortak sadə vurğulardır. Amma ortak olmayanlar bu kənarda qalanlardır. Yəni 2, 2 və 5. 2 vur 2 vur 5 olacaq 20. Yəni A variantı. 75 nömrəli sualda diaqramda verilən ədədin natural bölənlərinin sayını tapın. Sadə vurğularımız 2 və 3'dür. 2 vur 3. 2'lerin sayı 2 dənə. 3'lerin sayı 1 dənə. İndi bunun natural bölən sayı soruşulur. Natural bölən sayını yuxarıdakı suallarda izah etmişdim. Qüvvət üstlərin üzərinə 1 gəlib hasilini tapırıq. Yəni 2'nin üzərinə 1 gəlirik. 1'in üzərinə də 1 gəlirik. Yəni düstur odur ki, qüvvətlərin üzərinə 1 gəlib hasilini tapın. 3 vur 2 olacaq cavab 6. A variantı. Cədvəldə verilmiş ədədin natural bölənlərinin sayını soruşur. Sadə vurğularımız 2, 3 və 5'dir. 2 vur, 3 vur, 5. 2'lerin sayı 2 dənə. 3'lerin sayı 2 dənə. 5'lerin sayı 1 dənə. İndi natural bölən sayı həmin qüvvətlərin üzərinə 1 gələcəyik. 2 plus 1. 2 plus 1. 1 plus 1. Yəni 3, 3 və 2. Olacaq 18 D variantı. 77 nömrəli sualda A ve B ədədlərinin sadə vurğuları verilmiştir. A plus B cəmini tapın. Bu A ədədinin sadə vurğularıdır. A ədədimiz deməli olacaq 2 vur 2 vur 2 vur 3. Yəni 24. B ədədimiz də 2 vur 3 vur 5. Yəni 30. A plus B'ni soruşur. A plus B olacaq 54. Yəni B variantı. 78 nömrəli sualda diaqramda hansı natural ədədin sadə vurğuları və onların sayı verilmiştir. Sadə vurğularımız 2 və 3'dür. 2 vur 3. 2'lerin sayı 2 dənə. 3'lerin sayı 1 dənə. İndi bu ədədi tapmalıyıq. Yəni natural bölənlər sayı soruşulmur. Elə ədədin özünü soruşur. 2'nin kvadratı 4 vur 3 olacaq 12. Deməli bu diaqramda 12 ədədinin sadə vurğuları və əmin sadə vurğuların sayı verilib. 79 nömrəli sualda
Bizden EBOB soruşulur. Verilmiş ədədləri sadə vurğulara ayıraq. 18'in sadə vurğuları 2, 9, 3, 3'e böləndə 1. 24'ü sadə vurğulara ayırırıq. 12, 2'ye böləndə 6, 3, 3'e böləndə 1. 30'un sadə vurğuları 15, 3'e böləndə 5, 5'e böləndə 1. İndi EBOB nədir? Hər üçündə olan ədəd. 2 hər üçündə var. 3 hər üçündə var. Deməli, EBOB 6'ya bərabərdir. Siyasal nömrəli sualda 36, 48 və 84'ün EBOB'unu soruşur. Deməli, verilmiş ədədləri sadə vurğulara ayırırıq. 36'nı 2'ye 18 dəfə, 2'ye böləndə 9 dəfə, 3'e böləndə 3 dəfə 1. 48 ədədi 2'ye böləndə 24, 12, 6, 3, 1. 84 ədədi 2'ye böləndə 42, 2'ye böləndə 21, 3'e böləndə 7, 7'ye böləndə 1. Yine EBOB soruşulursa hər üçündə olan 2 var. Yine 2 var. 3 var. Hər üçündə olan. Olacak 4, 4'ü 3'e vuranda 12. Yani C variantı. 81 nömrəli sualda yeni verilmiş ədədləri sadə vurğulara ayırıram. 24, 2'ye 12, 2'ye 6, 2'ye 3, 3'e 1. 60'ı 2'ye bölsək 30, 2'ye 15, 3'e 5, 5'e 1. 96'nı 2'ye 48, 2'ye 24, 2'ye 12, 2'ye 6, 2'ye 3, 3'e 1. Yine hər üçündə olan ədədlərin üstünə xətt çəkirəm. 2'ni silirəm. Bu 2 də getsin. Deməli, bu 3 də gedir. İndi əkobda nə edirik? Ədədlərdən böyüyünü seçirəm. 96. Vurulsun. Burada qalıb, baxın 2 qalıb. Baxıram ki, bu 2'ye uyğun 96'nın içində yəni üstünə xətt çəkmədiyim 2 var mı? Var. Burada deməli bu 2'ye uyğun 2'lər var. Yəni bu 2'ye uyğun elə bir dənə burada 2 var. Ona görə həmin 2'ni götürmürəm. Lazım değil. Çünkü həmin 2 96'nın içində var. İndi keçirəm 60 ədədində də 5 qalıb. Bu 5'e uyğun 96 ədədinin içində 5 yoxdur. Ona görə həmin 96'nı 5'e vuracağım. 3 yadda 45, 48. Yəni 480 B variantı. 82 nömrəli suala baxırıq. Burada hər 3 ədədi sadə vurğulara ayırmağa ehtiyac yoxdur. Əslində 81'də də bunu deyə bilərdim. Gəlin 82 üzərinə deyim. Baxın 96 ədədi 48'e tam bölünür. 96 ədədi 48'e tam bölünürsə, yəni bu 48 və 96 ədədinin əkobu elə 96'dır. Yəni həmin 3 dənə ədədi yazmıram. 48 və 96'nın yerinə təkcə 96 götürürəm. O 2 ədədin əkobu 96'dır. Digər ədədi yazıram 120'nin yanına. Elə 96 və 120'nin sadə vurğulara ayırsam kifayətdir. Dediyim kimi 48 və 96, yəni 96 48'e tam bölündüyünə görə elə bu ədədlərdən böyüyünü 96'nı götürsəm kifayətdir. 48 2'ye böləndə 24, 2'ye böləndə 12, 2'ye böləndə 6, 3, 3'e böləndə 1. 120'ni 2'ye böləndə 60, 2'ye böləndə 30, 2'ye böləndə 15, 3'e bölsək 5, 5'e bölsək 1. 2 hər ikisində var. Bu 2 də hər ikisində var. Yenə var. 3 də var. Ədədlərdən böyüyü seçilir. Yəni 120 vururuq. Burada 2 var. Bu 2'ye uyğun. 120'də üstdən xətt çəkmədiyim 2 yoxdur. Eyni qaydada burada yeni 2 var. 120'nin içində 2 yoxdur. 120'ni 4'e vuranda 8, 480. B variantı. 3 ardıcıl cüt ədədin cəmi 42 olarsa, bu ədədlərdən ən kiçiyini tapın. 3 ardıcıl cüt ədəd. Cüt ədəd dediyinə görə 2 ilə başlayacağıq. Birinci ədəd 2 olsun. Cüt ədədlərdə, tək ədədlərdə 2, 2 artır. Üzərinə 2 gələcəm. Üçüncü ədədimiz 2n plus 4. Yəni hər dəfə 2 vahid gəlirəm üzərinə. Bu 3 dənə ədədin cəmi 42-dir. Yəni 2n üstə gəl 2n plus 2 üstə gəl 2n plus 4. Bərabərdir 42. 2n, 4n, 6n.
Bu 2 ilə 4-ün cəmi də 6. Bərabərdir 42. 6n bərabərdir 42-dən çıxıram 6-nı. 6n bərabərdir 36-ya. N də bərabərdir 36-nı 6-ya böləndə 6. İndi bizdən bu ədədlərdən ən kiçiyini soruşur. Ən kiçiyi 2n'dir. N'in yerində 6 qoyacağım. 2 vur 6 olacaq cavab 12. C variantı. 3 ardıcıl tək ədədin cəmi 51'dir. Tək ədəd dediyinə görə elə n götürsəm kifayətdir. Birinci ədəd n olsun. İkinci ədəd n plus 2. Üçüncü ədəd n plus 4. Çünki yenə tək ədədlərdə cüt ədəddə olsa aralarındakı fərq 2'dir. Sadəcə cüt ədəd deyəndə 2n götürürük, tək ədəd deyəndə n götürürük. Bunların cəmi 51'dir deyir. N üstə gəl n plus 2 üstə gəl n plus 4 bərabərdir 51. 3 dənə n var. 2 və 4'ü toplayanda 6 bərabərdir 51. 3n bərabərdir 51'dən 6 çıxıram. 3n bərabərdir 45. N də bərabərdir 45'i 3'e böləndə 15. Bizdən ən böyüyünü soruşur. Birinci ədədimiz elə 15'in özü. İkinci ədəd 2 vayda artır 17. Üçüncü ədəd 19. Ən böyük ədəd 19. B variantı. 85 nömrəli sualda 6'ya bölünən ən kiçik 3 rəqəmli ədədi ilə 4'ə bölünən ən böyük 2 rəqəmli ədədin cəmini soruşur. 6'ya bölünən ən kiçik 3 rəqəmli ədədə baxaq. Ən kiçik 3 rəqəmli ədəd 100. 100 6'ya bölünmür. 6'ya bölünməsi üçün ədəd 2'yə və 3'ə bölünməlidir. 100 2'yə bölünür. Deməli 6'ya bölünməsi üçün ədədimiz cüt olmalıdır. 100, sonra 102, sonra 104'ə baxaq. Bunların hər üçü 2'yə bölünür. Burada problem yoxdur. İndi baxaq bunlardan hansı 3'ə bölünür. Rəqəmləri cəmi 3 olmalıdır ki 3'ə bölünsün. 100 bölünmür. 102'nin rəqəmləri cəmi 3'dür. Deməli 3'ə bölünür. 102 cütdür, 2'yə bölünür. 2'yə və 3'ə bölündüyünə görə 102 6'ya bölünür. Deməli 6'ya bölünən ən kiçik 3 rəqəmli ədəd 102. Və 4'ə bölünən ən böyük 2 rəqəmli ədəd, ən böyük 2 rəqəmli ədəd 99. 99 tək ədəd olduğuna görə 4'ə bölünmür. 99'dan əvvəlki 98 var. 98 də 4'ə bölünmür. Fikir versək, yəni araşdırsaq görəcəksiniz ki 96 4'ə bölünür. Yəni bundan əvvəlki ədəd 97'də bölünmür, 98'də 4'ə bölünmür, 96 bölünür. Deməli 4'ə bölünən ən böyük 2 rəqəmli ədəd 96'dır. Bunların cəmini soruşur. Olacaq 198. 86 nömrəli sualda bu ədəd 3'ə tam bölünür deyir. 3A, 4B, 7. A plus B cəmi hansı ola bilməz? 3'ə bölünməsi üçün ədəddəki rəqəmlərin cəmi 3'ə bölünməlidir. Üstə gəl A plus B. 7, 7, 14, üstə gəl A, üstə gəl B. Bərabərdir. İndi 3'ə bölünməsi üçün dedik ədəddəki rəqəmlərin cəmi 3'ə bölünməlidir. A plus B 1 ola bilər. Yəni A'ya 0 verirəm, B'yə də 1 verirəm. Və ədəddəki rəqəmlərin cəmi 15 olur. 15 3'ə bölünür. Burada problem yoxdur. A plus B 4 ola bilər. 14 plus 4 18 olur. 18 3'ə bölünür. A plus B 8 ola bilməz. Çünki 14 üstə gəl 8 22. 22 3'ə bölünmür. Deməli cavab C variantı. A plus B 10 ola bilər. 14 üstə gəl 10. 24 24 3'ə bölünür. 87 nömrəli sualda ədədi 12'yə böldükdə qalıqda 8 alınırsa 6'ya bölünməsən alınan qalığı tapın. Hər hansı bir ədəddən söhbət gedir. Bunu deyir ki 12'yə böldükdə qalıqda 8 alınır. Qalıqda 8 alınır. Həmin ədədin 6'ya bölünməsən alınan qalığı soruşur. Baxın biz bayaq yox bundan əvvəlki videodakı bəzi suallar vardı. Orada izah etmişdim ki bölünən, əgər bölənən kiçikdirsə qalıq elə özünə bərabərdir. Məsələn, bu nə deməkdir? 3'ü 5'ə bölürəm. 3 5'dən kiçikdir. Ona görə qalıq elə 3'dür. 7'ni 11'ə bölürəm. 7 11'dən kiçikdir. Qalıq elə 7'nin özüdür. Burada da eyni qaydada 8'i 12'yə böləcəm. 8, elə qalıq 8 isə bölünən də 8 kimi götürürəm. 8'i 12'yə bölürəm. Natamam qisməti 0. Qalığa da 8 götürürəm. Deməli, mənim bölünənim 8'dir. İndi həmin 8'in 6'ya bölünməsən alınan qalığı tapıram. 8'i bölürəm 6'ya. Bir dəfə qalıq da olacaq 2.
Yəni A variantı. Və yaxud da başqa yolu nədir? Buradan özünüzdən natamam qismətə bir dənə 1 atın. 1 olsun. Buradan qalıqlı bölmə düsturuna görə x-i necə tapacağım? X almaq üçün 12-ni 1-ə vurmalıyam. Üzərinə qalığı gəlməliyəm. Deməli, bu ədədim 20-dir. 20. İndi həmin 20-ni bölün 6-ya. Çünki 6-ya bölməsən alınan qalığı soruşur. Natamam qismət 3-dür. 3-ü 6-ya vuranda 18, 20-dən 18 çıxanda qalıq 2. Yenə qalıq 2 olur. İstəsəz natamam qisməti 1 götürün. Mən natamam qisməti 0 götürdüm. Çünki bura 0 verəndə x-im neçə olur? 12 vur 0 üstə gəl 8. Yəni elə 8 olur. 8-də 6-ya böləndə qalıq 2. 88 nömrəli sualda A ədədini 6-ya böldükdə qalıqda 5 alınır deyir. Deməli, mən A ədədini elə 5 kimi götürə bilərəm. Çünki 5-i 6-ya böləndə natamam qismət 0. Çünki yoxdur 5-in içində 6. Qallığım elə 5-dir. Deməli, A-nı elə 5 götürdüm. İndi A kvadratı üstə gəl 3A-nın 6-ya bölməsini alınan qalığı soruşur. Burada A-nın yerinə 5 qoyuruq. 5-in kvadratı 25, 3-ü 5-ə vuranda 15. Verir bizə 40. 40-ı 6-ya bölürəm. Olacaq 6 dəfə 36, qalıqda 4. Yəni cavab C variantı. 89 nömrəli sualda A, B, C natural ədədlərdir. A vur B 9'dur. B vur C 14. A plus B plus C cəmini soruşur. Fikir versək görərik ki, B hər ikisində var. B hər ikisində varsa, deməli, eyni bir ədəddir də. Biz tapmalıyıq ki, 9 və 14-ün hər ikisinin bölündüyü ədəd hansıdır ki? Həmin ədəd 1-dir. Çünki 9 və 14 qarşılıqlı sadədir. Ortaq böləni 1-dir. Yəni, ortaq təkcə 1-ə bölünür. Deməli, həmin 1 B-dir. Yəni, B 1-ə bərabərdir. İndi yerinə qoyuram. A vur 1 bərabərdir 9-a. A olacaq 9. B vur C bərabərdir 14 idi. Yəni 1 vur C bərabərdir 14-ə. C də olacaq 14. A plus B plus C cəmi 9 üstə gəl 1 üstə gəl 14. Cavab 24. D variantı. 90 nömrəli sualda A, B, C natural ədədlərdir. AX 12, BX 24, CX 30 olarsa bu cəmin kiçik qiymətini soruşur. Baxın indi. İndi fikir versək görürük ki, x-i bilmirik neçədir, amma x hər üçündə var. Hər üçündə x var. Deməli 12, 24, 30 bu 3 ədəd hamısı x-ə bölünür. Yəni biz x-i elə seçməliyik ki, həm 12, həm 24, həm 30 həmin ədədə bölünsün. Amma A plus B plus C cəmi ən kiçik olmalıdır. A plus B plus C cəmi ən kiçik olmalıdırsa, deməli x ən böyük olmalıdır. 12, 24 və 30 3-ü də 1-ə də bölünür, 2-yə də bölünür, 3-ə də bölünür, 6-ya da bölünür. Yəni hər üçünün bölündüyü 4 dənə ədəd var. Ortaq 4 dənə ədəd var. Amma mənə bunların içərisində ən böyüyü lazımdır. Ən böyüyü 6-dır. Deməli, mən x-i 6 götürməliyəm. A vur 6 bərabərdir 12'ye. Burada yerinə qoyuram. A olacaq 12 bölü 6, 2. B vur x 24. B vur 6 bərabərdir 24'ə. B olacaq 24'ü 6'ya böləndə 4. C vur 6 bərabərdir 30'a. 30 bölü 6, 5. 2 plus 4, 6. Üzərinə 5 gələndə 11. 91 nömrəli sualda AB 2 rəqəmlədədir üçün AB üstü xət 3A üstə gəl 2B olarsa bizdən A vur B hasilini soruşur. Biz birinci videoda qeyd etdik ki, AB üstündə xət varsa burada B təklikdir, A onluqdur. Yəni 10A üstə gəl B deməkdir. İndi yerinə qoyuram. 10A üstə gəl B bərabərdir 3A üstə gəl 2B'yə. A'lar bir tərəfə yığıram. 10A minus 3A 2B minus B. 7A bərabərdir B'yə. Deməli, burada B'nin əmsalı 1'dir də. A 1 olmalıdır. A 1. B də 7. Normalda A və B, yəni 1K, 7K kimi yazırıq. Çünki bu A və B 1'in və 7'nin misilləri olmalıdır.
Amma biz təkcə burada K-nı 1 qəbul edəndə, yəni A-nın 1, B-nin də 7 qiymətində bu AB 2 rəqəmli ədəd olur. Amma K-ya 2 versən B 14 olur, yəni 2 rəqəmli olur. Yəni B rəqəm olmalıdır, ədəd yox. Ona görə A 1-dir, B də 7-dir. A vur B hasili, 1 vur 7 olacaq hasili 7. 92 nömrəli sualda da yine eyni qaydada açırıq. 10A üstə gəl B bərabərdir 8A üstə gəl 4B. 10A minus 8A bərabərdir 4B minus B. 2A bərabərdir 3B'ye. Burada A'nı 3 götürürəm. B'ni də 2. Çünki yalnız sol və sağ tərəf bu zaman bir-birinə bərabər olar. Yəni normalda biz bunları belə həll edirik ki, A 3K, B də 2K. Bu K nədir? Bu deməkdir ki, bu A 3'ün misillərdir. Yəni 3, 6, 9, 12, 15, 18 bu ədədlər ola bilər A. B də 2'nin misilləri. 2, 4, 6, 8, 10, 12, 14 və s. belə artır. Yəni bu qiymətlərdə sol və sağ tərəf bir-birinə bərabər olur. Sadəcə A və B-nin rəqəm olması üçün biz bu hər ikisində K-nı 1 qəbul etməliyik. K-nı 1 qəbul edəndə A olacaq 3, B də olacaq 2. A plus B cəmini soruşur. 3 üstə gəl 2 olacaq cavab 5. 93 nömrəli sualda A və B qarşılıqlı sadə ədədlərdir. Əköb AB 90, A plus 30 böl B 24 olarsa bizdən B-ni soruşur. Deməli, baxaq görək burada nə var? A və B qarşılıqlı sadə ədədlərdir. A və B qarşılıqlı sadə ədədlərdirsə, deməli bunların əköbü həmin ədədlərin hasilinə bərabərdir. Yəni əköb AB bərabərdir A vur B. Yəni burada əköb AB-ni yerinə yazacağım. A vur B bərabərdir 90. İndi bu tənliyi həll edirik. Ortaq məxrəc B. Sürətdə olacaq A vur B. Ortaq məxrəc yəni B-ni A-ya vuracağım. Üstə gəl 30 bərabərdir 24'e. A vur B 90 idi. Yerinə 90 yazacağım. 90 üstə gəl 30 böl B bərabərdir 24. 120 böl B bərabərdir 24'e. B də bərabərdir 120'ni 24'e böləcəm. Verir bizə 5. Bizdən də B-ni soruşur. 94'də yine eyni qaydada A və B qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əköbü onların hasilinə bərabərdir. Yəni elə A vur B-yə. Deməli, buradakı əköb AB-nin yerinə yazmalıyıq A vur B. Deməli, A vur B 60'dır. İndi buranı ortaq məxrəcə getiririk. Ortaq məxrəc B olacaq A vur B üstə gəl B bərabərdir 6'ya. A vur B'nin yerinə 60 yazıram. 60 üstə gəl. Bir dəqiqə. Burada 30'dur. Mən də deyirəm B-ni artıq qaldı. Bu B yox, bura 30'dur. 60 üstə gəl 30 böl B bərabərdir 6'ya. 90 böl B bərabərdir 6'ya. B də olacaq 90 böl 6. Bir dəfə 15. Yəni B variantı. 95 nömrəli suala baxırıq. Üstündə xət varsa təklik onluğu bildirir. A üstündə xət, yəni 10A üstə gəl A deməkdir. Yəni buradakı A təklikdir, buradakı A onluqdur. 10A üstə gəl A, yəni bu da verir 11A. BB, yəni eyni qaydada 10B üstə gəl B deməkdir, 11B. 11A minus 11B bölünsün 11. Sürətdən 11 orta qrup çıxardıram. A minus B bölünsün 11. 11'lər getdi. Cavab A minus B. B variantı. 96 nömrəli sualda yine eyni qaydada. A, B, C üstündə xət. Burada C təklikdir. B onluqdur. A yüzlük. 100A üstə gəl 10B üstə gəl C. CBA təklik, onluq, yüzlük. 100C 10B üstə gəl A. İndi sürətdə bunları çıx deyir bir-birindən. 100A üstə gəl 10B üstə gəl C minus 100C minus 10B minus A. Ortada çıxma əməli olduğuna görə ikinci toplanandakı, yəni ikinci ifadədəki hər bir toplananın işarəsi əksinə dəyişilir.
100A'dan A çıxanda 99A. 10B və mənfi 10B bunlar islah gedir. C minus 100C də mənfi 99C deməkdir. Məxrəcdə də 11 var. 99'u orta qrup çıxardıram. A minus C qalır. Məxrəc 11 olaraq qalır. 99'u 11'ə böləndə 9. Yəni cavab 9 vurulsun A minus C. Yəni C variantı. 97 nömrəli sualda cədvələ əsasən bölünəni tapın deyir. Biz bilirik ki, bölünən, bölən, natamam qismət, bu da qalıqdır. Yəni bu qalıqlı bölmənin düsturudur. Buradakı A-nı tapmaq üçün B-ni C-yə vurub üzərinə həmişə qalığı gəlməliyik. İndi burada bölünəni də veriblər, böləni də veriblər, qisməti də qalığı da. İndi eynisini bu cür tətbiq edəcəyik. Yəni 6K plus 9'u bölürəm 2K-ya. Natamam qismətə 4 yazıram, qalıqda K. İndi buradan mən özüm düsturu bilməsəm belə çıxara bilməliyəm. Əgər unutsaz belə yaza bilərsiniz. Məsələn 7'ni bölürəm 4'ə. Bir dəfə qalıq 3 düşmürmü? Məsələn 7'ni almaq üçün nə etməliyəm? 1'i 4'ə vurmalıyam. Üzərinə də qalıq gəlməliyəm. Burada da eyni qaydada eyni şey tətbiq edirəm. 6K üstə gəl 9 almaq üçün 2K-nı 4'ə vurmalıyam. Üzərinə də qalıq K-nı gəlməliyəm. 6K üstə gəl 9 bərabərdir 8K, üzərinə də K gələndə 9K. Burada 9'u olduğu kimi öz yerində saxlayıram. Kiçik olan 6K'dır. 6K'nı böyük K'nın yanına aparıram. Yəni 9K'dan 6K'nı çıxıram. Bərabərliyin sol və sağ tərəfin ədəd keçəndə işarə əksinə dəyişilir. 3K. K da bərabərdir 9'u 3'ə böləndə 3. K 3'dür. Bizdən bölünəni soruşur. Bölünən 6K plus 9'dur. K'nın yerinə 3 qoyuram. 6 vur 3 18 üzərinə 9 gələndə 27. 98'də deyir ki, aşağıdakı ədədlərdən hansı verilmiş cədvələ uyğundur? 2'ye bölünür deyir. Aha, baxaq. 2'ye bölünür, 3'e bölünmür və 5'e bölünür. Yəni ki, ədəd 2'ye və 5'e bölünür. Amma 3'e bölünmür. 2'ye bölünməlidir. Ona görə tək ədəddir. A-nı silirəm. C-ni silirəm. Çünki A və C tək ədədlərdir. 2'ye bölünmür. Onlar getdi. 30 və 20 cütdülər, 2'ye bölünür. Sonu 0'dan qutarıb 5'e bölünür. Hər ikisi uyğundur. İndi baxaq görək hansı 3'e bölünmür. 20 3'e bölünmür də. Bizdən bölünməyəni soruşur. 3'e bölünməsin deyir. Baxın 3'e bölünməməsi üçün 20 götürməliyəm deməli cavab. Baxırıq 99 nömrəli suala. A çoxluğunun elementləri 24'ün, B çoxluğunun elementləri 36'nın bölənləridir. Diaqrama əsasən rənglənmiş hissənin elementlərinin sayını tapın. Diaqrama baxanda görürük ki, rənglənmiş hissə kəsişməni göstərir. Əvvəlcə 24'ün bölənlərini yazaq. 1, 2, 3, 4, 6, 8, 12, 24. 36'nın bölənləri 1, 2, 3, 4, 6, 9, 12, 18 və 36. İndi bizə nə lazımdır? Kəsişmə. Hər ikisində olanlar. 1, 2, 3, 4, 6, 12. Deməli, neçə dənədir? 6 dənə. Yəni kəsişmə hər ikisinin bölündüyü elementlərin sayı 6 olacaq cavab C variantı. 100 nömrəli sualda diaqramda verilən ədədi natural bölənlərinin sayını soruşur. Sadə vurğularımız verilib 2 və 3'dür. 2 vur 3. 2'lərin sayı 2 dənə, 3'lərin sayı 1 dənə. Natural bölən sayı qüvvətlərin üzərinə 1 gəlirik. 2 plus 1, 1 plus 1. 3 vur 2 olacaq cavab 6. D variantı. 101 nömrəli sualda aşağıdakı ifadələrdən hansının qiyməti en tək olduqda cüt olur? Cüt olduqda tək olur. Elə bil ki, n-ə 1 verirəm, cavabı cüt alıram. N-ə 2 verirəm, yəni cüt qiymət verirəm, cavabı tək alıram, tək qiymət. İndi baxaq görək.
N'e 1 verəndə A variantında 4 üstə gəl 9 olacaq 13. Amma mən N'e 1 verəndə cavabı cüt almalıydım. Ona görə A variantı getdi. 7 vur 1 üstə gəl 6. 13. Yenə tək aldım. Ona görə bu da getdi. C variantı. 8 vur 1 üstə gəl 3. 11. Yenə tək aldım. D variantı. 5 vur 1 üstə gəl 1. 6. N'e tək qiymət 1 verdim. Cavabı cüt aldım. İndi gəlin N'e 2 verək. 5 vur 2 üstə gəl 1. 10. 11. Baxın N'e cüt ədəd verdim. Amma cavabı tək aldım. Deməli düzgün cavab D variantıdır. 102 nömrəli sualda ABC tək ədədlər olarsa aşağıdakilərdən hansı cütdür? ABC tək ədədlərdir deyir. Hamısına 1 götürək. Hamısına 1 götürəndə cavab olacaq tək. 1 üstə gəl 6 tək. 1 üstə gəl 1 2 cüt. 1 üstə gəl 1 üstə gəl 1 3 tək. Baxın yerinə qoyuram sadəcə A ya da B ya da C ya da 1 verin. 1 verəndə A variantı təkləri bir-birinə vuranda tək ədəd olur. AC tək ədəddir. Üzərinə 6 gələndə tək ədəd olacaq. BC təkdir, A təkdir. Təklə tək toplayanda cüt olur. Ona görə D variantı düzgün cavabdır. 103 nömrəli sualda aşağıdakı ədədlərdən hansı 6-ya qalıqsız bölünür? Deməli, baxaq görək ki, 6-ya qalıqsız bölünməlidir deyir. 6-ya bölünməsi üçün ədəd 2-yə və 3-ə bölünməlidir. Deməli, ədəd cüt olmalıdır. Sonu 1 ilə qutarıb təkdir. Sonu 1 ilə qutarıb təkdir. 1 təkdir. 5 də tək ədəddir. 5-in yəni istənilən qüvvəti yenə tək olacaq. Tək ədədi tək ədədə vuranda təklə qutarır. Ona görə A da getdi. 4 cütdür. Bu 1 təkdir. Amma 4-ü istənilən ədədə vurum cüt olacaq. Cavab C variantı. Yəni bunu heç yoxlamağa ehtiyac yoxdur. Və yaxud da 201 3-ə bölünürsə, 201 2-ə bölünür. 201-in 5-ci dərəcədən qüvvəti də 3-ə bölünəcək. 4 də 2-yə bölünür. 2-yə və 3-ə bölünürsə ədəd 6-ya bölünəcək. 104 nömrəli sualda həm 2-yə, həm də 3-ə bölünən 2 rəqəmli ədədlərin sayını soruşur. Həm 2-yə, həm də 3-ə bölünməsi üçün ədəd 6-ya bölünməlidir. Ən kiçik ədəd 2 rəqəmlidir. Biz indi elə 2 rəqəmli ədəd tapmalıyıq ki, 6-ya bölünsün. Ən kiçik 2 rəqəmli ədəd 12-dir. Daha doğrusu 10-dur. Ən kiçik 2 rəqəmli ədəd 10-dan başlayır. Amma 10 6-ya bölünmür. Sonra gəlir 11. Bu da 6-ya bölünmür. Başlayacağıq 12-dən. Biz 6-nın qaydasını yoxladığımıza görə bunlar 6 artır. 18, 24 və ən sonuncusu olacaq 96. Ən böyük 2 rəqəmli ədəd 99-dur. Amma 99 təkdir, 6-ya bölünə bilməz. Sonra 98 gəlir, 2-yə bölünür. Amma 98-in rəqəmləri cəmi 17 olduğuna görə 3-ə bölünmür. Sonra 97 təkdir, bölünmür. 96 isə 2-yə də bölünür. Rəqəmləri cəmi 3-ə də bölünür. Deməli 96 6-ya bölünür. İndi bu sıradakı ədədləri necə yazacağıq? Yəni hamısını sayıb mı yazıb mı tapmalıyıq? Xeyr. Həmin say n bərabərdir. Bu sıradakı ən böyük ədəddən ən kiçik ədədi çıxıram. Yəni ən sonuncu ədəddən başlanğıc olan, başda gələn ədədi çıxıram. Bölürəm aralarındakı fərqə 6 artıb. Üzərinə də 1 gəlirəm. 96-dan 12 çıxanda 84. 6-ya bölürəm. Verir bizə 1 dəfə. 12. 12-nin üzərinə 1 gələndə 84-ü 6-ya böləndə neçə olur? 1 dəfə. 24-ü 6-ya böləndə 14. Üzərinə də 1 gələndə olacaq cavab 15 B variantı. Əköb AB 15 olarsa A aşağıdakilərdən hansı ola bilməz? İndi burada A 15 ola bilər. Çünki 15 ilə 1-in əköbu 15'dir. 1 də dedik, ona görə D də getdi. Çünki A 1 olsa 1 ilə 15'in əköbu, yəni yerlərini dəyişsək fərq eləmir. A 5 ola bilər. Çünki 5 ilə 3-ün əköbu 15'dir. Qarşılıqlı sadədir. Əköb olanın hasilinə bərabərdir. Amma A 10 ola bilməz. Çünki 10 ilə hər hansı bir ədədin əköbu 15 ola bilməz. Cavab B variantı. A, B, C natural ədədlərdir. A, B 12, B, C 18 olarsa B'nin ən böyük qiymətini soruşur.
B'nin en böyük qiyməti rahatdır. B hər ikisində var. B'nin hər ikisində olması o deməkdir ki, 12 də 18 də eyni bir ədədə bölünməlidir. Yəni bizə 12 və 18-in bölündüyü ən böyük ədəd lazımdır. Yəni ikisinin də bölündüyü ən böyük ədəd. İndi ortaq ədədlərə baxaq, ortaq bölünən. Bunların hər ikisi, baxın 12-nin bölənlərini yazıram birinci. 12'nin bölənləri 1, 2, 3, 4, 6, 12. 18'in bölənləri 1, 2, 3, 6, 9, 18. İndi bunların içərisində ortaqlar hansılardır? 1'dir. Ortaq olmayanları silək gəlin. Ortaq olmayanlar hansılardır? 12'ni sildim, 18'i sildim. 9'u silirəm buradan. Buradan 4'ü silirəm. 1, 2, 3, 6. 1, 2, 3, 6 hər ikisində var. İndi mən bunların içərisində B'ni ən böyük seçməliyəm. Ən böyük B 6'dır. Yəni C variantı. Çünki 12 və 18 hər ikisi 6'ya bölünür. 107 nömrəli sualda A 3B'dir. Əküp AB minus əbab AB 12 olarsa B'ni tapın. Əküp A'nın yerinə yazıram 3B. Bu da B. Baxın 3B B'ye tam bölünür. Yəni 3B B'ye tam bölünür. 3 dəfə düşür. Bir ədəd digərinə tam bölünürsə, bunların əkobu bu ədədlərdən böyüyünə bərabərdir. Yəni 3B'ye. Əbobu isə kiçiyinə bərabərdir. Baxın 3B B'ye tam bölünür. Əbob isə bunların kiçiyinə bərabərdir. Yəni B'ye. Əkob böyüyünə bərabərdir. Əbob kiçiyinə. Bunu əvvəlki suallarda izah etmişəm. İndi deməli yerinə qoyuruq. Əküp AB'nin yerinə yazıram 3B. Əbob AB'nin yerinə B yazıram. Bərabərdir 12'ye. 2B bərabərdir 12'ye. B də olacaq 6. Bizdən də B'ni soruşur. 108 nömrəli sualda A və 48 ədədinin ən kiçik ortaq bölünəni 240, ən böyük ortaq böləni 12 olarsa A'nı tapın. A və 48 ədədinin ən kiçik ortaq bölünəni 240'dır. Yəni əkob. Buranı silirəm. Yuxarıda qeyd etdiyim düstura gələcək bu. Baxın. Ən kiçik ortaq bölünən əkob deməkdir. Əkob A 48. Bu deyir ki 240'a bərabərdir. Ən böyük ortaq bölən 12'dir. Deməli əbobdur bu. Əbob A'nın 48 bərabərdir 12'ye. Bizdən A'nı soruşur. Biz bayaq belə bir düstur keçdik. Əkob AB'nin əbob AB'ye hasili bərabərdir A vur B'ye. Yəni əgər əkobun və əbobun ədədləri eynidirsə, bunların hasili elə həmin ədədlərin hasilinə bərabərdir. İndi yerinə qoyuruq. Əkub AB'nin yerinə 240 yazıram. Əbob AB'nin yerinə 12 yazıram. Bərabərdir. Daha doğrusu bir dəqiqə. Yerini düzgün qoymadım. Belə yazmalıyım da. Əkub A və 48 vurulsun Əbob A və 48 bərabərdir. A və 48'in hasilinə. A vur 48. İndi yerinə qoya bilərəm. Əkub A 48'in yerinə 240 yazıram. Əbob A 48'in yerinə 12 yazıram. Bərabərdir 48 A'ya. Buradan A'nı tapanda A'nın yanındaki 48 məxrəcə düşür. 240 vur 12 də sürətdə. 48'i 12'ye böləndə 4 dəfə. 240'ı 4'e böləndə 60. Bizdən də A'nı soruşur. Cavab D variantı. 109 nömrəli suala baxırıq. A böl əkub AB nisbəti aşağıdakilərdən hansına bərabərdir? A böl əkub AB. Baxaq görək bunu necə soruşurlar bizdən. Əboba, əkuba, A böl əkub AB. Belə bayaqki düsturu yeni yazım. Yəni nə yazmışdıq bayaq? Əkub AB vurulsun əbob AB bərabərdir A vur B'ye. İndi mən nə yazmalıyım? A bölünsün əkub AB yazmalıyım. Əkub AB.
Baxın indi nisbət şəklində yazıram. İndi A böl ə küp AB'ni soruşur da nəyə bərabər olduğunu. Çarpaz yazsam burada kəsir olmalıdır da. A B'ye vurulmalıdır. Deməli burada B olmalıdır. Ə küp də əboba vurulmalıdır bu düstura görə. Deməli sürətdə də əbob olmalıdır. Əbob AB. Yəni elə bil ki düsturda əvəz edirik də. İndi yəni A'nın ə küp AB'yə nisbəti əbob AB'nin B'ye nisbətinə bərabərdir. Əbob AB'nin B'ye nisbəti düzgün cavab B variantı. 110 nömrəli sualda aşağıdakilərdən hansı A kvadratı ədədinin sadə vurğulara ayrılışı ola bilər? Hər hansı bir ədədin kvadratının sadə vurğulara ayrılışı qüvvətlərindəki ədədlər cüt ədədlər olmalıdır. Burada təkdir. Burada 5 var, təkdir. Burada da 5 də 7 də tək ədədlərdir. Bu heç bir ədədin kvadratı ola bilməz. Amma bu hər hansı bir A ədədinin kvadratının sadə vurğulara ayrılışı ola bilər. Yəni C variantı. Çünki 6 da 8 də 2'ye tam bölünür. 11 nömrəli sualda əkubun da əbobun da ədədləri eynidir ifadəsinin qiymətini soruşur bizdən. Deməli, biz bilirik ki, əkubun əboba hasili A vur B'ni verir, nisbəti isə C'ni verir bizə. Nisbəti C'ni verir. Baxın, 2 üstü 4 əkub 2 üstü 4 16. 16'nın 3'e oranında 48. 48 ile 18. Burada da eyni qaydada əbob 48 ile 18. Daha doğrusu belə də yaza bilərik. Yəni bu da yanlış yol deyil. 18'i sadə vurğulara ayıraq. 18'i sadə vurğulara ayırsaq 9, 3'e böləndə 3, 3'e böləndə 1. Baxın. İndi belə yaza bilərik. Əkob yəni birbaşa yığmıram, bu cür açıram. 2 üstü 4 vur 3'ü özləri sadə vurğulara ayrılışını veriblər. 18'in yerinə də yazıram. 2 vurulsun 3'ün kvadratı. İndi biz bunların əkobunu tapa bilirik də. Əkob nədir? 2'lərdən böyüyünü seçirəm. 2 üstü 4'dür. 3'lərdən də böyüyü 3'ün kvadratı. Bu əkobdur. Əbob isə nə idi əbob? Əbob qüvvəti kiçik olanları idi. 2 üstü 4 vur 3 ilə 2 vur 3'ün kvadratı. Əbob isə qüvvəti kiçik olanlar. Yəni elə 2 vur 3. İndi bunları birbirine böleceğim. 2 üstü 4 vur 3'ün kvadratına bölürəm 2 vur 3'e. 2'ler getdi. Yuxarıda 2'nin kubu qaldı. Yəni 8. 3'lər getdi. Yuxarıda 3 qaldı. Olacaq cavab 24. Ya bu yolla yaza bilərsiniz. Əgər bu yol çətin gəlirsə 2 üstü 4 vur 3 nə deməkdir? 16 vur 3 48. 48 və 18'in əkobunu ayrıca tapın. Və yaxud da daha doğrusu əkobunu ayrıca tapmayın. Yəni 2 üstü 4 vur 3 hesabladınız mı? Oldu 48. 48'i və 18'i sadə vurğulara ayırın. 12 2'ye böləndə 6, 2'ye böləndə 3, 3'e böləndə 1. Baxın indi. 18'i 2'ye 9, 3'e böləndə 3, 3'e böləndə 1. İndi biz burada nəyi bilməliyik? Əkob AB'nin əbob AB'ye nisbəti bayaq geçmişik bu düsturu. C'ye beraberdir. Bu C'nin adı ortak olmayan sadə vurğuların hasilidir. Ortak olanları silirəm. Ortak olmayan sadə vurğuların hasili. Baxın. 3 tane 2 18'in içində yoxdur. Yəni 2 vur 2 vur 2. Bu 3 də 48'in içində yoxdur. Yəni 24. Yenə cevabı 24 almışıq. Bu birinci yol olsun. Bu da ikinci yol. Siz hansından istəsəz yaza bilərsiniz. Yəni düsturu bilməliyik ki, əkobun əboba nisbəti əgər ikisinin ədədləri eynidirsə C'ye bərabərdir. Amma əkobun əboba hasili isə A vur B'ye bərabərdir. Amma burada nisbəti idi. 112 nömrəli sualda sürətdə 100 vur 120'dir. Məxrəcdə isə əkob 100 ilə 120. 100 ilə 120'nin elə bir ki, hər ikisi 10'a bölünür, düzdürmü? Başqa bir ədədi yəni fikirləşə bilsək 20'ye də bölünür. Orta quruq çıxarda bilərik. Sadə vurğuları ayırıb da əkobu tapmaq olar. İstəyirəm ki, daha əlverişli yollar fikirləşək. 10 da çıxara bilərsiniz, amma 20 daha böyük 20 çıxara bilərik. 20'ni çıxartdım. Əkob. Elə bir ki, orta quruq çıxardıram. 100'dən 20'ni yəni 120'ye böldüm neçə qaldı? 5. 120'ni 20'ye böldüm 6. Elə bir ki, 20'ni 5'e vuranda 100, 20'ni 6'ya vuranda 120. İndi bərabərdir. 20 olduğu kimi qalır. 5 ilə 6 qarşılıqlı sadədir. Əkob onların hasilinə bərabərdir. Yəni 5 vur 6 30.
Cavab 600. Sürətdə 100 vur 120-dir. Məxrəcdə 600. 600-ü 100-ə böləndə 6. 120-ni 6-ya böləndə 20. 113 nömrəli sualda ABC ardıcıl cüt ədədlər olarsa, qiymətini hesablayın deyir. Ardıcıl cüt ədədlərdirsə, özümüzdən qiymət də verə bilərik. 2, 4, 6 olsun. 2 minus 4'ün kvadratı. 2'dən 4 çıxanda mənfi 2, mənfi 2'nin kvadratı müsbət 4. C minus A'nın kvadratı. 6 minus 2'nin kvadratı. 6 çıx 2, 4, kvadratı 16. İndi cevablar toplasaq, 4 üstə gəl 16 olacaq cevab 20. Yəni, istənilən 3 dənə ardıcıl ədəd götürsək, cüt. Yəni, məsələn, 10, 12, 14 də götürə bilərsiniz. Yenə eyni nəticəni alacaqsınız. Və yaxud da 20, 22, 24. Amma yəni 3 ardıcıl cüt ədəd olmalıdır. 114-də ardıcıl tək ədədlərdir deyir. 1, 3, 5 olsun. A çıx C. 1'dən 5 çıxıram. Neçə olur? Mənfi 4. B çıx A. B çıx A. 3'dən 1 çıxıram. 2. Mənfi 4'ün kvadratı 16. 2'nin kvadratı 4. Cevap olacaq 12. 115 nömrəli sualda 2x 5y ədədi 5'ə və 9'a qalıqsız bölünür. İndi 5'ə və 9'a qalıqsız bölünürsə, əvvəlcə 5'ə bölünməsi üçün biz bilirik ki, 5'ə bölünməsi üçün son rəqəmi 0 və yaxud da 5 olmalıdır. Deməli, y ya 0 ola bilər, ya da y 5 ola bilər. Əvvəlcə y-ə 0 verib yanaşaq. Y-ə 0 verəndə olacaq ədədim 2x 5, 0. İndi 9'a bölünməni yoxlayırıq. Ədəddəki rəqəmlərin cəmi 9'a bölünməlidir. Ədəddəki rəqəmlərin cəmi 7 plus x. X neçə olacaq? X 2 ola bilər. Və bu 9'a bölünməni yoxladığımıza görə 9, 9 artmalıdır. Növbəti 11 ola bilər. Bu da ki, doğru deyil. Çünki x-ə biz 2 rəqəmlə ədəd verə bilmərik. X təkcə 2 ola bilər. İndi ikinci variantı yoxlayırıq. Y-ə bir dəfə 5 verirəm. 2x, 5y. 5, 5. İndi burada rəqəmlərin cəmini toplasaq, 2 üstə gəl 5, üstə gəl 5, üstə gəl x. Yəni 12 üstə gəl x. X olacaq neçə? 9'a bölünməsi üçün. X olacaq deməli 6. Çünki 18 9'a bölünür. Başqa qiymət yoxdur. Çünki 9, 9 artanda 2 rəqəmli ədədlər alınır. İndi x-in ala biləcəyi 2 dənə qiymət var. X həm 2 ola bilər, həm də x 6 ola bilər. Bizdən böyük qiymət soruşur. X olacaq 6. 116 nömrəli sualda 5, x, 4, y ədədi 4'ə və 15'ə qalıqsız bölünür. İndi x-in ala biləcəyi ən böyük qiyməti soruşur. Baxın 4'ə və 15'ə. 15'ə bölünməsi üçün 3'ə və 5'ə bölünməlidir. Gəlin 5'ə bölünmədən başlayaq. 5'ə bölünməsi üçün sonuncu rəqəmi ya 0 ya da 5 olmalıdır. Ya 0 ya da 5. Amma bu ədəd 4'ə bölündüyünə görə y 5 ola bilməz. Çünki 4 cüt ədəddir. Tək ədəd cüt ədədə bölünə bilməz. Deməli, y-in bir seçimi var, o da 0'dır. 5x, 4, 0. Y-i tapmışıq 0. İndi gəlin yoxlayaq. 4'ə bölünür. Çünki baxın 4'ə bölünməsi üçün son 2 rəqəm bölünməlidir. Son 2 rəqəm 40'dır. 4'ə bölünür. Burada da problem yoxdur. 5'ə də bölündü. İndi qaldı 3'ə bölünməni yoxlamaq. 3'ə bölünməsi üçün ədəddəki rəqəmlərin cəmi 3'ə bölünməlidir. Bu da bizə verir. 9 üstə gəl x, yəni x 0 da ola bilər. X 0 da ola bilər, amma bizdən böyük qiymət soruşulur. İndi 3'ə bölünmə qaydası olduğuna görə x-ə bir dəfə dedik ki 0 ola bilər. 3 3 artacaq. Yəni 3, 6, 9 da ola bilər. X-in ala biləcəyi ən böyük qiymət, baxın x 0, 3, 6, 9. Hər 4'ünü də ala bilər qiymətlərin. Amma bunların içərisində ən böyüyü 9'dur. Yəni bizim ədədimiz 5940 ədədidir. Sonu 0-la qutarıb 5'ə bölünür. Son 2 rəqəmi 40'dır, 4'ə bölünür. Ədəddəki rəqəmlərin cəmi 18'dir, 3'ə bölünür.
117 nömrəli sualda A 8B ədədi 10-a böldükdə qalıqda 5 alınır. Bu ədəd 9-a bölünürsə A-nı tapın deyir. 10-a bölünməsi üçün B 0 olmalıdır. Yəni sonuncu rəqəm 0 olmalıdır. Amma bizə demir 10-a bölünsün. 10-a böldükdə qalıqda 5 alınır deyir. Deməli həmin 0-ın üzərinə 5 gəlməliyik. Deməli bizim B 5 olmalıdır. B 5'dir. B-ni tapdıq. Yerinə qoyuruq A 8 5. İndi bizə deyir ki bu ədəd 9-a bölünür. 9-a bölünməsi üçün də ədəddəki rəqəmlərin cəmi 9-a bölünməlidir. Bu da A + 13 deməkdir. 9-a bölünməsi üçün A 5 olmalıdır. Çünki 5 üstə gəl 13, 18 9-a tam bölünür. A da 5'dir, B də 5'dir. Bizdən A-nı soruşur. Düzgün cavab 5. 118 nömrəli sualda ədədini 5'ə böldükdə qalıqda 2 alınır. Bu ədəd 18'ə qalıqsız bölünürsə x, y hasilini soruşur. İndi baxaq görək. Deyir ki 5'ə böldükdə qalıqda 2 alınır. 5'ə bölünməsi üçün sonuncu rəqəm 0 və yaxud da 5 olmalıdır. Sonuncu rəqəmimiz y-dir. Deməli y 0 və yaxud da 5 olmalıdır. 5'ə bölünsün. Amma bizə 5'ə bölünsün demir. 5'ə böldükdə qalıqda 2 alınır deyir. Deməli bu 0'ın üzərinə də həmin qalığa gəlirik. 2 olacaq. 5'in üzərinə də qalığı gəlirik. 7 olacaq. Deməli y ya 0 olmalıdır. Birinci hal. Daha doğrusu y ya 2 olmalıdır. Birinci hal. İkinci hal y ya da 7 olmalıdır. Çünki 5'ə bölünəndə qalıq alınması üçün sonuncu rəqəm 2 ya da 7 olmalıdır. İndi birinci 2 qoyaq yerinə. 15 x 4 2. Bu ədəd 18'ə qalıqsız bölünür deyir. 18'ə bölünməsi üçün 2'yə və 9'a bölünməlidir. 2'yə bölünməsi üçün cüt olmalıdır. Deməli y-ə 7 verə bilmərəm. 7'ni sildim. Y təkcə 2 olacaq. Bunu nəzərə aldıq. Bu ədəd 2'yə bölünür. Problem yoxdur. İndi 9'a bölünməni yoxlayırıq. Ədəddəki rəqəmlərin cəmi 9'a bölünməlidir. 6, 10, 12. 12 üstə gəl x. 9'a bölünməsi üçün x 6 olmalıdır. Bizdən x vur y hasilini soruşur. 6 vurulsun 2. Cavab 12. 119 nömrəli sualda uyğunluğu müəyyən edin deyir. 60 ədədini sadə vuruqlara ayıraq əvvəlcə. 60 ədədini sadə vuruqlara ayırırıq. 30, 2'yə böləndə 15, 3'ə böləndə 5, 5'ə böləndə 1. İndi variantlara baxaq. 2 sadə vuruğu var. Sadə vuruq deyəndə hamısını sayırıq. 4 dənə sadə vuruğu var. 4 sadə vuruğu var. D variantı uyğun gəlir birinciyə. Deməli başqa. Müxtəlif sadə vuruqlara baxaq. Müxtəliflər 2, 3 və 5. 3 müxtəlif sadə vuruğu var. Variantlarda yoxdur. 1'ə deməli təkcə D uyğun gəlir. 70'i sadə vuruqlara ayırırıq. 35, 5'ə böləndə 7, 7'yə böləndə 1. 3 sadə vuruğu var. C variantı uyğun gəlir ikinciyə. 3'ü də müxtəlifdir onsuz. 70 bölü 2, 35 bölü 5, 7, 7 bölü 7, 1. Siyasına baxırıq. 80 bölü 2, 40. 2'yə böləndə 20, 10, 2'yə 5, 5'ə 1. Ümumi 5 sadə vuruğu var. Amma müxtəliflər lazımdır bizə. Bir dəqiqə. Variantlarda yoxdur cavab deyə düşünürəm. 80 bölü 2, 40 bölü 2, 20 bölü 2, 10 bölü 2, 5, 5 bölü 5, 1. 2 sadə vuruğu var. 2 sadə vuruğu yox, 2 sadə böləni var olmalıdır. B variantı uyğun gəlir. 2 müxtəlif sadə vuruğu var. 2 və 5'dir də. Yəni B variantı da uyğun gəlir üçüncüyə. B getdi, C getdi, D getdi. 4 müxtəlif sadə vuruğu var. Belə bir variant heç birinə uyğun gəlmir. 2 sadə vuruğu var. Bu da uyğun gəlmir. Daha doğrusu 2 sadə vuruğu var. A variantı da 2 müxtəlif sadə vuruğu var. Yox, baxın. 2 sadə vuruğu var deyir. 2 sadə vuruğu olan yoxdur. 2 müxtəlif sadə vuruğu olan var. O da 3'ə uyğun gəlir. Və nəhayət sonuncu suala baxırıq. 20 ədədi üçün uyğunluğu müəyyən edin. 20'ni sadə vuruqlara ayıraq. 5, 5'ə böləndə 1. Deməli, sadə vuruqların sayı neçədir? Sadə vuruq 3 dənədir. Hamısını sayırıq. 1'ə uyğun gəlir B. Sadə bölən deyəndə ancaq müxtəlifləri sayırıq. 2 və 5. 2 dənə. A variantı ikinciyə.
İndi 20 ədədini yazırıq. 2'nin kvadratı vur 5 üstü 1. Çünki 2'dən 2 var, bir dənə 5 var. Natural bölən sayını tapanda qüvvətlərin üzərinə 1 gəlirik. 2'nin üzərinə 1 gəlirəm. Bu 1'in üzərinə 1 gəlirəm. Olacaq 3 vur 2. Yəni 6. Y variantı da uyğun gəlir 3'ə. Deməli 1'ə B, 2'yə A, 3'ə Y. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.